Bu ləzzətli umacılı almalı peçenyeləri mütləq yoxlamalısınız. İçliyi üçün sürükəcəyin iri gözündən keçirdiyim almaların üzərinə şəkər tozu əlavə edib ocağa yerləşdirib suyu çəkilənə qədər qarışdırdım. Qoz ləpəsini əlavə edib qarışdırıb ocaqdan götürüb darçın tökərək kənara soymaq üçün qoydum. Xəmiri üçün yumuşalmış çörək yağının üzərinə duru yağ, şəkər pudrası, yumurta əlavə edib spatula ilə yaxşı qarışdırdım. Kütlənin üzərinə ələnmiş un, qarğıdalı nişastası və qabartma tozunu əlavə edərək təkrar spatula ilə qarışdırdım. Daha sonra əlimlə xəmiri yoğuracam. Ələ yapışmayan yumuşaq bir xəmir əldə olunmalıdır. Üzərinə numacı üçün yoğurduğum xəmirdən yumurta boyda ayırıb başqa bir qaba qoydum və üzərinə un əlavə edərək əlimlə umac hazırladım. Xəmiri uzunsov formaya gətirib 20 eyni bərabər hissəyə bölürəm və böldüyüm hissələrdə yumru formaya gətirdim. Yağlı kağız sərdiyim soba listinə aralıqlı məsafələrdə qoyub üzərinə armudu stəkanla gördüyünüz şəkildə bastım. Ortasında alınan boşluğa içlikdən qoyub üstünə də hazırladığım umacdan səpərək əvvəlcədən qızdırdığım sobada üstü ağarıb altı qızarana qədər bişirdim. Bişmə vaxtı sobanıza görə dəyişə bilər. Çox ləzzətlidir, mütləq hazırlamağa dəyər. Videonu bəyənib paylaşıb rəy yazmağı da unutmayın. Sağ olun, Allah'a əmanət olun.